bəsdir cəmaatı ələ saldınız. Bu insan haqları nağılları ilə, bu cəfəngiyyatla. Bir dənə qoyun kəsilsən küçədə gələcəklər ki, heyvanların haqqı. Qan dizə çıxır, dövlətləri, millətlərin qanına fərman verir. Heç kəsdən səs çıxmır. Bu tərəqqi qərb mədəniyyətidir, humanist filan dəyərlərdir. Mən səhv danışıram nəysə. Nəyə səhv danışıram ki mən? Yüzlərlə insanı bir qərarı ilə həyatını, taleyini məhv edir, gözün üstə qaşının var deyən yox. Buradan deyil, itlərin hüququ, qoyunların hüququ, Qurban bayramıdır, vay qoyunları qırırlar. Özünüzü elə salmışsınız ya, kimi elə salmışsınız? Bütün görə ələ salmışsınız cəmaatı, nədir axı məqsədiniz nədir? Dəyər olmayan bir cəmiyyətdə düz danışmağın qiyməti yoxdur. Axı, niyə lazımdır bu doğru? Bir adamın nə əsası var, abır həyaq olmayan yerdə yalan danışsın? Niyə danışsın? Yaxşı, pis bilinmir, hər şey yaxşıdırsa, niyə yalan? Nə indir eləmişəm, əcəb eləmişəm. Bizə görsən, nə səmimi cəmiyyət. Axı, dəyər yoxdur burada, dirəcəb eləmişəm. Mən belə istəyirəm. Hər şey deyirsən, dirəcəb eləmişəm. Sən üçün o pisdir, mən üçün yaxşı. Gəlib çıxırlar da məhrəmlər evlənə bilər. İstəyir, bacı qardaşına evlənəsin. Gəlib ona çıxır. Burada niyə yalan danışsın ki adam? Nə əhəmiyyət var burada doğru danışmağa? Nə önəmi var? Sevgi riyakarlığa qarşı heyvan üçün göz yaşı tökür. Hansısa xalqlar ikinci sortdular. Onu öldürmək icazəlidir. Başından nə oynasın icazəlidir. Heyvanla yaşayır gecə gündüz. Ne üçün yaşayır heyvan? Çünki egoistdir. Heyvanın xarakterində dözmək mövzusu yoxdur. Adamla yola gedə bilmir. Çünki egoistdir. Bir addım güzəşdə gedə bilmir. Ona görə heyvana meyil salıb, adını da qoyub, heyvanlara dəyər filan. Heç də sən egoistsən, sən insanla bir addım yol gedəmirsən, bir evdə yaşayırsan, dözə bilmirsən. Sən dəyərlərin gətirib buna çıxardıb ki, o qədər egonu qabartmışsınız, mənfəəti qabartmışsınız ki, heç kəsdən heç nəyə həzm eləyə bilmir. Münafiqlik budur, bax.